Şanlı zəfərlə nəticələnən Vətən müharibəsində Daxili İşlər Nazirliyinin daxili qoşunlarının mənsublarının da qəhrəmanlığı danılmazdır. Daxili qoşunların mərdlik, vətənpərvərlik nümunəsi göstərən, düşmənlə ağır döyüşlərə qatılan 66 hərbiçisi şəhid olub. 346 nəfər isə yaralanıb. Qazi Fəzamir Məmmədov da sağlamlığını vətən yolunda qurban verən igidlərimizdəndir. Fəzamir Məmmədov Füzuli şəhərində gedən döyüşlərdə ağır yaralanıb. 3-cü qrup əlildir. Biz artıq Füzuli şəhərinə özümə keçdik. Onların hərbi hissəsi var idi. Həmin hərbi hissəni də darmadağın elədik, həmin hərbi hissədən heyətlərin hamısını məhv elədik. Biz keçdik. Bizim yoldaş dedilər ki, bayraq sancmaq lazımdır. Bizim yoldaş var idi, Həsən Ramiz. Onda bir bayraq var idi, komanda dedi, məndə bayraq var. Elə o bayrağı, düzə hamı bayraqlardı. Prosta o iradədə ki, məndə bayraq var, şeyədir. Apardılar bayraqların, orada dəmir var idi, belə əli dəmir var. Füzuldə o dairəvi kuruq olan yer var idi. O kuruqda yanında elə bir üzü çıxı tərəfəndə yolun sağına düşür. Həmin yüksəkliyə bayrağı bağladılar, sancdılar. Yamağa ki, bir də bizim o bir tablomuz yüksəkliyi var, günbəzin yanında ora bayrağı sancmışlar. Minəmət atışını tutdular, elə artilleriya yağışını tutdular da. Bizim orada çox şəhidlərimiz oldu. Allah bütün cəmi şəhidlərimizə rəhmət eləsin. Yəni o Füzuli şəhəri demək ki, 3-4 gün dayanmadan döyüş getdi, çox güclü döyüş getdi ki, yəni düşmən istədi ki, o bizdən onu geri qaytarsın. Yəni torpaq bizim torpaq olduğu üçün biz o torpağı heç vaxt düşmənə geri qaytara bilmədik. Silahlı Qüvvələrin Ali Baş Komandanı Prezident İlham Əliyevin müvafiq sərəncamına əsasən Fəzamir Məmmədov döyüşlərdə göstərdiyi şücaətlərə görə Vətən müharibəsi iştirakçısı, cəsur döyüşçü, Kəlbəzərin azad olunmasına görə, Füzulinin azad olunmasına görə, Cəbrayılın azad olunmasına görə, Şuşanın azad olunmasına görə medallarına layiq görülüb.